Əziz izləyicilər, görmüş olduğunuz kimi biz hal-hazırda Xırdalan ərazisindəyik və baxın, dünən bu ərazidə deməli işıq direklərinin yeri dəyişdirildi. Biz bununla bağlı Azərishiqa müraciət elədik və oradan bizə bildirdilər ki, Baba Rzayev bunu belə deyək də Asan Kommunalla artıq razılaşdırıb, elə kimə gəldi? Bax, bu işıq direklərinin yerinin dəyişdirilməsi üçün icazə verir Asan Kommunal. Yəni həqiqətən də bu qurumlar bərbad gündədir, biabır vəziyyətdədir. Bunlara bir əncam çəkilməlidir. Burada kimsə özünə obyekt tikəcək və baxın, dövlətin büdcəsindən milyonlarla pul ayrılan bu səki bu vəziyyətə düşür. Hal-hazırda məktəblilərin dərsdən gələn vaxtıdır. Baxın, yolun ortası ilə gedirlər. Nə Abşeron rayon icra hakimiyyəti, nə Azərişıq, nə əmlak komitəsi, nə şəhər salma heç biri məsələ ilə bağlı reaksiya bildirmir. Heç biri bildirmir. Ancaq dedikləri odur ki, yəni biz belə eləyirik. Qutardı getdi. Heç bir jurnalist sayılmır. Nə var? Bax, bu görmüş olduğunuz ərazidə kimsə, hansısa işbaz özünə obyekt tikəcək. Baxın.